Qəzzada yaşananlar bunu ortaya qoydu ki, dünənə qədər dünya insanının təhlükəsizlik, güvənlik qarantiyam deyən böyük güclərin əslində səhnə dekorundan ibarət olduğu çıxdı ortalığa. Nəinki ədalət məsələsi, ümumiyyətlə dünya güclərinin, bağlı olan qurumların hətta belə deyək, işlək mexanizmdə olmadığı, heç nəyə yaramadığı ortaya çıxdı. Məsələn, BMT, Birləşmiş Millətlər Təşkilatı, İnsan Haqları Təşkilatı və s. Yəni Qəzzadakı hadisələr gerçəkdən də bu böyük güclərin, böyük dövlətlərin, dünyadakı demokratiyanın, insan haqlarının qarantı biz deyək güclərin, dediyim kimi, boş sözlərdən ibarət olduğunu, heç bir işə yaramadığını və bu siyasi institutların da BMT kimi heç bir işə yaramadığını isbat oldu. Yəni bu sadəcə ədalətsizlik deyil. Yəni güvənlik institutları belə çalışmır. Və bu ona gətirir ki, yeni bir siyasi düzən formalaşacaq. Yeni bir siyasi düzənin mimarları kim olacaq? Bunun savaşı aparılır bu dəqiqə. Çinlə Amerika arasında, Avropa arasında, NATO ilə Rusiya arasında. Məsələlərə bu prizmadan yanaşmaq lazımdır. Hesab edirəm ki, Qəzzada yaşananlar heç bir halda, heç bir görüşlə, heç bir müsəlman liderə sayğı ilə üstü örtülə və keçirə biləcək bir durum deyil.